Uşaqlar, bugünkü məşğələmiz ətraf aləmlə tanışlıq məşğələsidir. Ətraf aləmlə tanışlıq məşğələsində fəsilləri öyrənəcəyik. Baxın uşaqlar, bu şəkildə nəyi görürsünüz? Baxın, kim deyər? Sizinlə bugün bizim fəsillər haqqında ilk məşğələmiz olduğuna görə mən deyəcəm, siz öyrənəcəksiniz. Elimizdə 4 fəsil var. Uşaqlar baxın, sayaq birlikdə. 1, 2, 3, 4. Elimizdə neçə fəsil oldu? Hamı birlikdə söyləsin. 4. 4 fəsil var. Hansılar oldu uşaqlar? Gəlin birlikdə sayaq. Yaz, yay, payız, qış. İndi kim gəlib yaz fəslini göstərər mənə? Kim gəlib Ömür gəlsin göstərsin. Ömür gəl. Hansıdır yaz fəsli göstər? Göstər Ömür. Afərin Ömürə. Afərin. Əl çalın Ömürə. Gido. Kim gəlib yay fəslini göstərər? Alisa gəlsin. Alisa yay fəslini göstər. Hansıdır yay fəsli? Afərin. Əl çalın Alisaya da. Afərin. Bəs kim gəlib payız fəslini göstərər? Nurdan gəlsin. Buyur Nurdan. Hansıdır payız fəsli? Afərin. Nurdana da əl çalın uşaqlar. Yaxşı, bəs qış fəslini kim gəlib göstərər? İzzət gəlib göstərsin. Buyur İzzət. Hansıdır qış fəsli? Göstər görüm. Qəşəng göstər, səliqə ilə. Afərin. O hansı fəsildir? Qış fəsli. Qış fəsli. Afərin balam. Əl çalın İzzətə də. Ged otur İzzət. Yaxşı, bir də indi o bir uşaqlar qaldı da, onlar da gəlib göstərsin. Uşaqlar bir də eləyək təkrar. Yaz fəslini kim gəlib göstərər başqa? Əli gəlib göstərsin. Gəl Əli. Hansı idi yaz fəsli? Yox. Afərin. Əliyə də əl çalaq. Afərin. Ged otur Əli. Sonra Amir gəlsin bizə yay fəslini göstərsin. Hani yay fəsli Amir? Göstər görüm. Afərin balama. Əl çalın Amirə də. Qəşəng əl çalın. Afərin. Aygün gəlsin bizə payız fəslini göstərsin. Buyur. Hani payız fəsli Aygün? O payız fəslidir. Dinə. Hansı fəsildir? Payız fəslidir, nə? Afərin. Afərin Aygün. Ged otur. Kim qaldı? Atilla gəlsin. Atilla görüm. Qış fəslini göstər Atilla. Hani qış fəsli? Afərin balama.